Korju islatdım, üstünə krem çəkdim və qozu belə səpdim arasına və beləcə bütün qatları bu qaydada eləyəcəm sona qədər. Beləcə korjuların arasını kremlədim. 10 dənə korju idi, birini ovuntu elədim və məndə 2 dənə belə korj qaldı. Çünki krem çatmır, gördüm krem çatmır. Deməli 500 qram qaymaq az imiş. Siz eləsəz biraz artıq eləyin. Qaldı qıraqlarını bəzəmək. Ovuntu ilə qıraqlarını bəzəyim. Sonra qoyacağım xaladenika səhərə qədər özünü tutsun və sabah uje tortu yemək olacaq. Tortumuz hazırdır. Belə bəzədik. Şimdi göndereceğiz soyuducuya və yəqin ki sabah olacaq. Yumuşaq pambıq kimi dadına baxarıq. Cəmi 1 saat vaxtımı apardım bunu düzəltmək. Siz də alın və baxın dadına. Tortumuzu soyuducudan çıxartdıq. Axşamdan qalmışdı soyuducuda, özünə gəldi. İndi baxaq görək tortumuz necədir. Necə yumuşaqdır. Mən gözləməzdim ki bu belə yumuşaq olsun. Şimdi içinə də baxaq. Pauzu elə. Baxın qatları. Şimdi görəyim onun yumuşaqlığı necədir. Çox yumuşaqdır. Qəşəng. Dadlı olub. Dadını sizə keçirdə bilmirəm. İnşallah alın, siz də belə pişirin. Çox dadlı olacaq. Yumuşaq, ağızda əriyən.